Salam. 2025-ci ili yekunlaşdırırıq və bu münasibətlə sizə yeni bir podkast seriyasını təqdim etmək qərarına gəldik. Bu podkast seriyası Dalğa adlanır və bugün ilk epizodunu sizə təqdim edirik və bugün biz son bir il ərzində Gürcüstanda və regionda baş verən hadisələr haqqında müzakirə aparacağıq. Necə bir il oldu 2025 ümumilikdə Gürcüstan üçün və bizim bölgəmiz üçün hansı dəyişikliklərlə yadda qaldı. Əslində 2025-in çətin bir il olacağı 2024-dən bəlli idi. Amma bu qədər də çətin, bu qədər də belə deyək, qalmaqallı bir il gözləmirdik. Bu il ərzində mən şəxsən bir dövlətin idarəçilərinin, məmurlarının öz vətəndaşlarına nə qədər belə də düşmən kəsilə biləcəyini çox yaxşı gördüm. Olduqca stresli, olduqca absurd qərarlarla dolu bir il oldu. Müxtəlif belə deyək, öz aramızda drakon qanunları adlandırdığımız qanunlar qəbul edildi və hər biri vətəndaşın gündəlik həyatını olduqca çətinləşdirən bir qanun idi və qısa olaraq bunlar haqqında da danışacağıq. Öncə istəyirəm ki, bugünkü podkastın, bu epizodun qonaqlarını sizə təqdim edim. Rabil İsmail və Ayhan Həsənli ilə birlikdə yekunlaşdıracağıq bu ili, belə deyək, yekun müzakirə edəcəyik. Xoş gördük, hər birinizi salamlayıram dostlar. 2025 haqqında danışmaq çox çətindir. 40 dəqiqəyə və yaxud da 1 saata sıxışdırmaq olduqca çətindir. Amma gəlin çalışaq ki, ümumilikdə nələr yaşadıq bu il ərzində və bu il bundan sonraki həyatımıza necə təsir göstərəcək? Bax, bu haqda danışaq. Öncə Rabil, istəyirəm səninlə başlayaq. 2024-dən başlayan etirazlar bugün də davam edir. Bugün də Tbilisidə, müxtəlif bölgələrdə deməli insanlar küçələrdədirlər. Baxmayaraq ki, onlara qarşı çox ciddi bir belə deyək də qarşı durma var dövlət tərəfindən. Artıq yəni sadəcə olaraq küçədə, hətta səkidə belə dayanmaq cinayət məsuliyyətinə cəlb etməklə nəticələnir, amma buna baxmayaraq yenə də etirazlar davam edir. Nədir yəni bu insanları bu gün də küçəyə çıxmağa vadar edən? Sən özün də onlardan birisən, fəal olaraq bu etirazlarda iştirak edirsən. Yəni 2025-də nə baş verdi və yaxud da 2024-dən başlayır əslində hər şey. Nə baş verdi ki, bugün biz hələ də bu etirazların içindəyik? İlk növbədə axşamınız xeyir, mən də salamlayıram öz növbəmdə izləyiciləri. Düşünürəm ki, hal-hazırki etiraz, davamlı etiraz Gürcüstanın cəmiyyətinin güclülüyünün çox gözəl bir nümunəsidir. Bunu göstərir ki, vətəndaş cəmiyyəti dediyimiz bir fenomen Gürcüstanda mövcuddur və bu vətəndaş cəmiyyəti öz ölkəsini qoruya bilir, öz dəyərlərini qoruya bilir, haqq hüquqlarını qoruya bilir. Baxmayaraq ki, Gürcüstan hakimiyyəti hansı ki, hal-hazırda açıq, aydın, aşkar şəkildə istər yerli səviyyədə, istər artıq beynəlxalq səviyyədə Rus yönlü bir hakimiyyətdir. Bəli, heç kim demir ki, Putinlə Qobaxidze oturub söhbət eləyir və yaxud aralarında bir müzakirə yoxdur, amma onun idarə etdiyi metodlar, onun gündə verdiyi brifinqlər və gündəmə gətirdiyi mövzular, eləcə də parlament tərəfindən təsdiqlənən qanunlar, 1 dəqiqə 30 saniyə içində təsdiqlənən qanunlar hansılar ki, Gürcüstan vətəndaşlarının istər Gürcüstanda, istər də xaricdə yaşayanların həyatını çətinləşdirir. Bu birbaşa göstərir ki, hakimiyyət Rus yönlü istiqamətdə güclənməyə çalışır. Təəssüflər olsun ki, 2024-cü ilin parlament seçkiləri nəticəsi gözlədiyimiz və istədiyimiz sistemli şəkildə dəyişikliyə nəticəsini vermədi, nail ola bilmədik. Çünki əgər əvvəllər Gürcü arzusu hakimiyyəti seçkilərin saxtalaşdırmağında 18 üslubdan istifadə edirdisə, 2024-cü ildə artıq bunun 2 qatı oldu və gözlənilməyən aktorlar tərəfindən qoşuldu, gözlənilməyən metodlardan istifadə olundu və yeni metod, bu elektron metodundan öz diktatura ayaqlarını bərkitməyə başladı. Hal-hazırda gedən davamlı etiraz isə onun
göstəricisidir ki, bizdə belə deyək də bu cəmiyyətin güclü olmağıdır. Mən sıx-sıx izləyirəm bizim heç bir yerdə görünmürdü də, yəni bu qədər bir ildən artıq davamlı etiraz heç bir ancaq bu etiraz deyil. Gürcüstanda bir bələdiyyədə, Balda bələdiyyəsində, Baldada çox Qərbi Gürcüstanda 700 günə yaxın etiraz gedir orada. İnsanlar ətraf mühit qorumağınla məşğullar. İnsanlar öz kəndlərini, öz kanyonlarını, çaylarını qoruyur. Amma bu Gürcüstan miqyasında olan etiraz sıx-sıx bizim cəmiyyətdə, xüsusən Vəlcədə Gürcü cəmiyyətində rəylərdə botlar tərəfindən və yaxud normal sıravi vətəndaşlar tərəfindən yazırlar ki, bu qədər etirazın nəticəsi nədir, niyə heç bir şey olmur, niyə heç bir şey baş vermir və o fikirlə göstərməyə çalışırlar ki, güya hakimiyyət bunda çox güclüdür ki, baxın, bu hakimiyyət insanlara qulaq asmır. İnsanlara bu qədər gündür, bu qədər bir ildən çoxdur ki, fikir vermir, amma əksi deyərdim ki, bu cəmiyyətin güclülüyünü göstərir, yəni cəmiyyətin prinsipiallığına və dəyərlərinə sadiq olduğunu göstərir ki, hakimiyyət də bugün çox bərbad bir gündədir və bu bərbadlığı həm onun beynəlxalq səviyyədə legitimasiyasının olmamasıdır, eləcə də yerli səviyyədə hər gün mövzuların dəyişdirilməsi, öz keçmiş rəhbərlərini, baş nazirini, DTX rəisini, eləcə də Müdafiə Nazirliyi və başqa yüksək vəzifəli şəxslərin həbs olunması bunun bir nümunəsidir və deyərdim ki, ümumiyyətlə İrakli Qobaxidze ölkənin birinci siması, baş nazir, hansı ki, Gürcüstanın gedişatından məsuliyyət daşıyır birbaşa, hər gün briefing verdikcə o insanın sözlərində və gözlərində görünür ki, bu bilmir nə edir və bilmir özü nəyin içinə doğru gedir. Ona görə təəssüf olsun ki, Gürcüstan 2025-ci ildə həm beynəlxalq səviyyədə öz istiqamətini itirdi, həm də daxildə cəmiyyət parçalandı və hər bir vətəndaş, istər hakimiyyət dəstəkləyən olsun, istər də heç bir partiya dəstəkləyən olmasın, bu insanlar içində əzilmişliyini hiss eləyir, hüquqlarının olmamağını hiss eləyir. Bunu marketdə də hiss eləyir, bazarda da hiss eləyir, avtobusda da hiss eləyir. Bunu sistemin hər bir şeyin içində hiss eləyir ki, ölkədə problem var. Çünki dediyim kimi bu etirazın göstəricisi. Etiraz bir katalizatordur ki, cəmiyyətə hər şey göstərə bilir ki, bu ölkə pis gündədir və bu ölkəyi ya qurtarmalıyıq, ya da ki, qurtarmalıyıq. Başqa bir yolu yoxdur. Düzdür. 2025 ümumiyyətlə çox ciddi regress ilə oldu. Həm ölkə üçün, təbii ki, vətəndaşlara da öz təsirini göstərdi Ayhan, amma bəzən yəni il boyu bu etirazlar davam elədikcə, biz o etirazlarda iştirak elədikcə, sonra həmin etirazları işıqlandırdıqca, Rabilin də dediyi kimi belə yəni şərhlər gəlirdi ki, nə oldu və nə vaxt yəni nəticəni nə vaxt görəcəksiniz və yaxud da bunun heç bir nəticəsi yoxdur, nə mənası var uzatmağın bu məsələnin, amma paralel olaraq da yəni biz görürdük ki, günbəgün daha absurd qərarlar bir-birindən. Yəni mən hər dəfə belə deyək də bir repressiv qanun qəbul olanda deyirdim ki, daha bundan artıq nə qəbul edə bilərlər, amma səhərsi günü daha betərini qəbul edirdilər. Və bu proses hələ də davam edir. Yəni məsələn bu gün çıxıb baş nazirin qeyd eləmək ki, ölkədəki qiymət bahalaşması marketlərin günahıymış. Yəni qalan hər şey ölkədə normadadır və ona görə də onlar məsuliyyətə cəlb olunacaqlar. Yəni bu da daha bir absurddur. Yəni ən son dilə gətirdikləri absurd budur mənə görə, hələ ki ilin yekun belə deyək. Yəni sən bir hüquqşünas kimi il ərzində bu qanunları şərh eləyirdin. Düzdür, biz bir çoxuna heç çatdıra bilmədik. Nə ara qəbul olundu, necə qüvvəyə mindi, çatdıra bilmədik. Amma doğrudan yəni hüquqi baxımından vətəndaşın gündəlik həyatını ağırlaşdıracaq hansı qanunlar qəbul elədik bu il ərzində? Bu yəni legitimliyi sual işarəsi altında olan parlament tərəfindən. Mən də ilk növbədə özünü belə deyim izləyicilərinizi salamlayıram. Yenə də davam eləyəcək bu tipli qanunların götürülməsi. Çünki bir sistem hansı ki demokratiyanı bərkitməyə çalışır, orada bu tipli qanunların qəbul olunması gözlənilməz deyil. Əksinə gözlənilməz olardı ki, bu tipli qanunları qəbul etməsinlər. Çünki bir struktura qurursansa, hansı ki bu struktura yəni diktaturadır və demokratiyaya dayanmır, xalqın istəyinə və ya azadlığın ümumiyyətlə konstitusional dəyərlərə dayanmır. Təbii ki, bu tipli struktura qurulmalıdır və bu tipli strukturanı belə qanunlar olmadan qurmaq qeyri-mümkündür. Ona görə çox gözlənilən idi ki, bu tipli qanunlar qəbul olunacaqdır. Sadəcə işlər artıq səkidə duran bir vətəndaşı belə deyim, inzibati həbslə cəzalandırmaya qədər gedə bilərdimi? Təbii ki, bu başdan
gözlənilməz idi. Seçkilərdən bu günə qədər götürülən qanunları biz müqayisə etsək və məzmuni olaraq bunları analiz etsək, bizə göstərir ki, real olaraq sistem gedən protestdən çox narahatdır. Baxmayaraq ki, bəli, qanunların əksəriyyəti protesti yatırtmağa, etiraz yatırtmağa. Çünki onların çıxışları zamanı biz hiss eləyirik. Məsələn, onları diqqətlə oturub analiz etsək, dinləsək, onlar bizə nə deyir? 50 nəfərdir, 40 nəfərdir, 25 nəfərdir, 150 nəfərdir. Onlar heç bir şey dəyişməyə qadir deyil. Bunları niyə deyirlər? Bunu cəmiyyətə azlıq paradoksu yaratmaq üçün göstərirlər. Yəni biz çoxluq tərəfindən gəlmiş bir qüvvəyi hakimiyyətə, yəni özlərinə legitimasiya verir burada təbii ki və orada duran xalqın legitimasiyasını sual altına salmaq üçün onlara bir növ dəyərini itirir. Yəni adiləşdirir prosesi. Çünki prosesi adiləşdirməsən və sən orada duran xalqa legitimasiya versən, desən ki, hə, orada duran xalq cəmiyyətin önəmli bir hissəsidir və təbii ki, onların protest haqqı var və s. və onlar cinayət işləmir, onlar etdiyi, onların konstitusional dəyərləridir, ifadə azadlıqlarıdır. Artıq bu deməkdir ki, onların etdikləri protesti məzmuni olaraq haqlıdır. Təbii ki, bunu deməmək üçün onlar nə eləyir? İlk növbədə məzmununu itirirlər və cəmiyyətə göstərirlər ki, məzmunu yoxdur və bunda artıq medianın rolu çox böyükdür və bəzi media vasitələr bunun üçün gündəlik çalışırlar propaganda aparmaq üçün. Digər bir hissə insanları repressiv qanunlarla və qeyri-proporsional cəza vasitələrindən cəmiyyətin gözü qarşısında nümunəvi şəkildə cəzalandırırlar ki, bax, sən çıxsan, sən də cəzalandırılacaqsan və eyni zamanda paralel olaraq bu sistemi bərkitmək. Yəni, burada artıq cəmiyyət özü bu paradoksu açmalıdır və bu sualı qoymalıdır ki, əgər mənim protestim haqsızdırsa, məzmunu yoxdursa və mən bu protestdə haqsızamsa və həqiqətən 30 nəfər durursa protestdə, gündən-günə bu qanunlar niyə sərtləşir? Əgər bunun ehtiyac yoxdursa, konstitusiya... Yəni, həqiqətən 30 nəfər mənasız yerə orada durursa, niyə buna bu qədər qanun qəbul olunur? Bəli, yəni, gündəlik olaraq konstitusiya onda niyə tapdalanır, yoxmu? Və seçkilərdən bu günə qədər götürülən qanunların hamısı qeyri-konstitusionaldır. Bu bir çox məntiqə dayanır təbii ki, hüquqi olaraq, ancaq o olmasa belə götürülən qanunların özü nümunəvi olaraq və birbaşa konstitusiyanı oxuduğumuz təqdirdə bizə deyir artıq, yəni o qədər açıq şəkildə yazılıb ki, hər şey. Və bəzən, məsəl üçün, Gürcüstanda ümumiyyətlə konstitusional standartlar və Konstitusiya Məhkəməsinin standartları bəzi normaların qeyri-konstitusional yoxlamaqla bağlı çox çətin dilemmalar qarşısında dayanırdı. Və Konstitusiya Məhkəməsi həmişə belə deyim, bunun üstəsindən gəlirdi ki, həqiqətən bu qanun qeyri-konstitusionaldır ya deyil. Amma o qədər primitivləşdi ki, artıq bu gedişat və qanunlar o qədər açıq-aşkar. Yəni, bir şəxsə hüquqşünasdır, deyil, ümumiyyətlə və hüquq sahəsində hər hansı bir marağı var və ya yox, heç bir fərqi yoxdur. Yəni, birbaşa konstitusiyada yazılır, məsəl üçün ki, hər bir şəxsin qabaqcadan xəbər vermədən silahsız və açıq şəkildə toplaşmaq hüququ var. Dinc etiraz etmək haqqı var və artıq sən qanunda yazırsan ki, səkidə duran bir şəxsə polis gəlib, məsəl üçün, toplaşmağı, dağıtmağı tələb edə bilər. Əlavə olunur ki, 15 dəqiqə içində məsəl üçün vaxt verə bilər polis ki, 15 dəqiqə içində oranı tərk etsinlər və əlavə edirlər ki, ancaq bu 15 dəqiqə içində tərk etsən belə, yenə də inzibati xəta törətmiş şəxs olaraq sayılırsa, onda sual çıxır ortaya. Hər qanunda biz məntiq axtarmalıyıq, yoxmu? Qanunun məntiqi nəyə dayanır? Əgər mən 15 dəqiqə içində oranı tərk etsəm də inzibati xəta törətmiş sayılıram, tərk etməsin. Oranı niyə tərk edim? Yəni, burada hansı məntiq var? Yəni, hansı məntiqlə oranı tərk etməliyim mən onda? Elə də mən cərimələnirəmsə, inzibat həbs verilirsə. Bu il, yəni son bu aylar ərzində, yəni belə deyək də öyrəndiyimiz, əslində biz onu hamımız bilirdik, amma bu belə deyək də beynəlxalq araşdırma paylaşıldı, bilirsiniz, BBC-nin və bu araşdırma bizim 2024-cü ilin dekabr ayında o yaşadığımız günləri bir daha xatırlatdı bizə ki, Rustaveldə olan etirazlar zamanı
su şırnağı ilə etirazçıları belə deyək dağıdırdılar və o su şırnağının tərkibində sən demə deməli insan səhhətinə ciddi zərər verə biləcək bir maddədən, daha doğrusu bir neçə maddədən istifadə olunubdu. Rabil, bax bu yəni təməl insan haqları prinsipinə ziddir. Yəni beynəlxalq müstəvidə cəzalandırılmalı olan bir addım atıldı. 2024-də baş verdi düzdür, amma biz bunu indi belə deyək də sübuta yetirilmiş şəkildə indi öyrəndik. Nə deməkdir? Yəni vətəndaşa qarşı, öz vətəndaşına qarşı bir məmurun və yaxud da hər hansı bir qərar vericinin bu cür davranmağı nə əsas verir? Yəni nə ifadə edir sənin üçün? Ümumiyyətlə düşünürəm ki, bu məsələyi insanların hamısı dilə gətirirdi ki, 2024-cü ilin noyabr-dekabr ayında baş verən o su şırnağı və qaz məsələlərində hər kəs onu deyirdi ki, bu fərqli idi. Əvvəlkilərindən və hiss edirdik çünki hər dəfə deməli etiraz aksiyalarında su şırnağını biz belə də dadına baxmışdıq. Amma 2024-ün dekabrında ona görə və davamlılığı məsələsi var. 29 noyabrdan başladı. 2023-cü ildəki aksiyalarda ilk dəfə su şırnağı istifadə olunanda, qaz balonlarından atanda insanlar bir gün, iki gün pis olurdu və bunu yazırdılar. Daha sonra isə müəyyən bir reabilitasiya olurdu, insan öz-özünə gəlirdi. Amma bu halda bəzi insanlar həftələrlə pis oldu və nə qədər insan əməliyyat oldu, müalicəyə gedəsi oldu və s. Bunu hər kəs bilir, ancaq belə bir elmi və jurnalistik araşdırması yox idi. Bunu isə BBC etdi və bu bir də onu göstərir ki, peşəkar jurnalist tamamilə çox önəmli bir aktordur və ona görə də Gürcüstanda bu gün jurnalistləri və azad media olmağa çalışırlar. Və BBC-yə ilk növbədə təşəkkürlər ki, bunu üzə çıxartdı beynəlxalq səviyyədə. Dünya tarixində artıq Gürcü hakimiyyəti Hitlerin olduğu siyahidədir. Hər hansı bir başqa bir fərqi yoxdur. İnsanlığa qarşı addım sayılır bu beynəlxalq hüquqda. Sadəcə öz vətəndaşına qarşı siyasi motivlə nəsə deyil. Bu insanlığa qarşı birbaşa soyqırım sayılır. İstənilən bir tarixçidən və yaxud yəni sonuncu dəfə həmin maddədən Birinci Dünya müharibəsi ərəfəsində istifadə olundu və öz vətəndaşlarına qarşı, çünki heç kim bilmir hər bir vətəndaşın orqanizmi fərqli və unikaldır deyə hər şeyi fərqli qəbul edir. Heç kim deyə bilməz ki, bu hər kəs üçün eyni təsir göstərdi. Bəlkə də biz bilmirik nə qədər insanın həyatı ondan sonra məhv oldu və yaxud daha bərbad bir hala düşdü. Onu vaxt heç kim bilmir bugün. Gələcəkdə ola bilər, üzə çıxdı. Və bir çox ekspert bunu dilə gətirir və mən də düşünürəm ki, bu baş verəcək. Gürcüstanın hal-hazırki mövcud hakimiyyəti gələcəkdə ancaq Gürcüstan Konstitusiyası məhkəməsi qarşısında yox, eyni zamanda beynəlxalq hüquq qarşısında buna cavab verəsi olacaq. Təbii ki, cavabı yoxdur və onun cəzası çəkiləcəkdir. Bir də demək istəyərdim ki, az öncə Ayhan deyəndə qanun nə qədər insanları sıxmağa çalışır və elə baş nazir Qobaxıcı, digər Gürcü nümayəndələri hər gün çıxış edərkən deyirlər ki, 30 nəfər, 40 nəfər, 50 nəfər aksiyada çıxış edirdi. Bir etiraz yadan düşdü. Gürcüstan etirazlar ölkəsidir. 2025-ci ilin əvvəlində, təqribən mart-aprel ayı olardı, bir nəfər qaçqın özünü yandırdı. Bəli. Bir nəfər etiraz edirdi və say bu deməkdir. Bir nəfər 30 il etiraz etdi, bir nəfər qaçqın özünə ev istədi, hansı ki haqqı var idi və dövlət onu təmin etməlidir. Amma Gürcü hakimiyyəti o qədər saxtadır ki, o ləyaqətli Avropaya gedən yolu, ləyaqətli ailəyi qorumaq, dini dəyərləri qorumaq deyəndə, insanlığı qorumaq deyəndə çıxıb brifinqlər verəndə görürsən ki, əslində heç də elə deyil. Gürcüstanda bugün 600 minə yaxın insan sosial yardım alır, 300 min isə onu gözləyir. Beynəlxalq araşdırmalara görə Gürcüstanda 50 min uşaq hər gün məktəbdə acılıq hissi ilə oturur və bir insan hansı ki 30 il evini gözləyirdi və verilmədi, axırda özünü yandırası oldu, həyatını bitirəsi oldu. Yəni etirazın əhəmiyyəti sayda deyil, onun dəyərindədir və onun həqiqi tələbindədir. Və Gürcüstanda bəzən olur ki, Rustaveldə 100 nəfər var, bəzən olur ki, Rustaveldə 30 min adam var. Məsələ budur ki, tələb eynidir və bu tələb çox prinsipialdır. Ona görə dəyişməyəcək.
Bəli, Nə media qədər su şırnağından istifadə eləsələr də ki, o su şırnaqlarda onu dəyişən deyil. Yəni Gürcüstanda bir də çox özəl bir şey var. Gürcüstanda fikir verirsinizsə, insanları əzməyə çalışanda sabahsı gün daha çox insan çıxır. Nə vaxt ki, hakimiyyət insanları əzir. Bəli, ona görə də əslində belə deyək də zoraki yolla aksiyaları dağıtmaq təcrübəsindən belə qanuni yolla dağıtma təcrübəsindən keçid aldı. Gürcü arzusu Ayhan media üçün də çox çətin il oldu 2025. Qeyri-hökumət təşkilatları üçün çətin il oldu. Bəlkə də yeganə təşkilatdır Salam ki, hal-hazırda öz fəaliyyətini davam elətdirir. Bu təzyiqlərə baxmayaraq məktub təhdid məktubu da aldınız. Deməli məktubları. Amma yenə də məsələn davam edirsiniz. Çünki görülməli olan işlər hələ də var və bu təzyiqlərə baxmayaraq bu işləri görməyə davam edirsiniz. Və istəyirəm bax bu çətinliklərə və çətinliklərə haqqında danışaq. Yenə də çətinliklərə baxmayaraq çalışan medialar haqqında danışaq. Yəni o gündəlik öz ritmi ilə çalışmağa davam etməyə cəhd edən təşkilatlar və içərisində də təbii ki, Salam haqqında da danışaq. Nə dərəcədə vacibdir? Çünki biz baxanda görürük ki, çox ciddi təsir edir bütün bu qəbul olunan qanunlar, nə bilim qrant haqqında qanundan tutmuş digərinə qədər bölgəyə çox ciddi təsir elədi. Bölgədə demək olar ki, iş hal-hazırda getmir. Və əgər deyirdilərsə ki, məsələn, xarici donorların maliyyəsi ilə təşkilatlar işləməsin, indi başqa ölkələrin maliyyəsi ilə təşkilatlar və yaxud da nə bilim fərdi şəkildə işləyənlər var. Nə deyə bilərsən? Bax bu çətinliklər və çətinliklərə baxmayaraq işləməyə çalışan tərəflər haqqında. Dırnaqarası hakimiyyət ilk növbədə çalışdı ki, çünki onların özünün məzmuni olaraq bir dəyəri olmadığı üçün və gördükləri işi hər hansı bir dəyərə dayanmadıqları üçün və sadəcə primitiv və çox nəsə şəxsi maraq güddükləri üçün düşünürdülər ki, belə deyim, media təşkilatlarının özü olsun, bu ola bilər, məsəl üçün regionda işləyən medialar ola bilsin, mərkəzi sahədə işləyən medialar və eyni zamanda qeyri-hökumət təşkilatları düşünürlər ki, onlar da eyni dəyər formatında işləyirlər və ümumiyyətlə onların da işləmə prinsipi bu tipli finansal və ya sırf maddiyyat üzərində qurulub. Sırf maddiyyat üzərində qurulub. Ancaq biz nə gördük? Məhdudlaşdırmağa çalışdıqca onlar daha da gücləndi. O bir məsəl var, deyir, qapıdan qovdular, pəncərədən girdilər. Həmən məsələdir həqiqətən və bu gün biz görürük ki, medianı nə qədər məhdudlaşdırmağa çalışırlar, başqa alternativ yollar axtarırlar. Salam platforması ümumiyyətlə heç vaxt nəsə stabil stildə işləyən bir təşkilat olmayıb. O həmişə daim hardasa bir ədalətsizlik var isə Salamın özü oradaydı. Salam çünki bir şəxs deyil, nə mən deyiləm, nə Rabil deyil, nə digər özürlər deyil. Salamın özü bir subyektdir və onun ətrafında birləşmiş gənclər var. Biz orada olacaq, olmayacaq, bunun fərqi yoxdur. Salam olacaq və Salam daim bu ədalətsizliyə qarşı biz belə deyirik həmişə ki, səsi olmayan xalqın səsi olmağa çalışırdı. Və bu gün bizim üçün çox böyük əhəmiyyətli deyil, təbii ki, çox böyük problemlər yaradır. Finansal dəstəyin olmamağı, əvvəl mayısa ayda 10 dəfə gedə bilirdisə də, məsəl üçün indi 3 ayda bir gedə bilirik, məsəl üçün. Bu çox böyük çətinlikləri yaradır və s. Ancaq hardasa ədalətsizlik varsa, Salam yenə orada olacaq. Çünki bizim üçün əsas dəyər və aparıcı qüvvə bu ədalətsizliyin olmağıdır. Sadəcə bizə qarşı olan məhdudiyyətsizlik, bu qeyri-ədalətsizlik və təbii ki, bu məhdudlaşdırıcı formalar yox. Bizə qarşı repressiyalar oldu, qaralama kampaniyaları oldu, hələ də davam eləyir. Eyni zamanda indi qeyri-korrupsiya bürosu tərəfindən məktub arxasınca gəlir, çatdırıb məhkəməyə şikayət edə bilmirik. Birini göndərir, birini şikayət edirsən, o biri gəlir, birini şikayət edirsən, o biri gəlir. Yəni sadəcə bunlar təbii ki, öz məqsədi var, hansı ki, bir növ dırnaqarası sındırmağa çalışırlar səni. Ancaq onların təbii ki, düşünmədikləri və bilmədikləri qism ondan ibarətdir ki, bizimlə onlar arasındakı fərq ondan ibarətdir ki, biz doğru bildiyimiz və inandığımız şey üçün mübarizə aparırıq. Onlar isə bizim mübarizə apardığımız şeylə mübarizə aparırlar. Və media kontekstinə çevirdiyimizdə bu mövzunu, jurnalistləri götürsək, ilk növbədə
başlanılan vaxtı bu protest dalğası tamamilə məsəl üçün məhkəmə zalında çəkilişlər etmək problemsiz idi, qanundan qorunurdu, söz və ifadə azadlığı, eyni zamanda medianın haqqları. Ondan sonra dedilər ki, xeyr, çəkiliş edə bilmərsiniz içəridə. Məhdudlaşdırdılar, buraxmırdılar. Ondan sonra dedilər ki, ümumiyyətlə həyətdə də çəkiliş edə bilmərsiniz, kameranı buraxmadılar. Ondan sonra biz nə gördük? Media nümayəndələri dizlərində laptop içəridə oturub bütün informasiyanı çıxardırdılar. Daha belə ətraflı izah edirdilər prosesləri. Söz və söz və mən dəfələrlə qeyd eləmişəm bunu və yenə də qeyd eləyəcəm. İllərdir qeyri-hökumət təşkilatının dediyi ki, Gürcüstanda məhkəmə klanı var, məhkəmə klan tərəfindən idarə olunur, hakimlərin klanı var, ədalətsiz məhkəmə sistemidir. Bu xalqa qədər gedib çatmırdı. Və bu protest nəticəsində və onların özlərinin məhdudlaşdırdığı qanunlar vasitəsilə artıq xalqa qədər getdi ki, Gürcüstanda məhkəmə sistemi deyilən bir şey yoxdur. Və siyasi sifariş nəyi tələb edirsə, məhkəmə o qərar verir. Bəli. Çox doğru məqamdır Ayhan. Mən indi istəyirəm sistemin bu il çox belə deyək də sistemin özünü ifşa elədiyi bir il oldu mənim üçün. Əgər biz 2025-ci ilə qədər ölkədəki belə deyək rüşvətxorluqdan, nepotizmdən, nə bilim yəni dövlət büdcəsinin sovrulmasından danışırdıqsa, bununla bağlı faktlarla materiallar təqdim edirdiksə media olaraq hər zaman bir cavab alırdıq ki, bunlar qərbdən maliyyələşirlər və bunların dediyi heç bir şey yəni obyektiv ola bilməz, əsaslı ola bilməz. Bunların hamısı cəfəngiyatdır. Amma 2025-də biz əyani olaraq gördük ki, bu müxtəlif korrupsiya belə deyək də saxlanılma faktları əsasında keçmiş dövlət məmurlarının, hakimiyyət məmurlarının, keçmiş məmurların saxlanılması bir növ sistemin özünü ifşa elədi bununla. Yəni bizim bu günə qədər dediklərimizi bir-bir açıb göstərirlər. Məsələn, deyək, ən belə bariz nümunəsi kimi biz deyirdiksə ki, əgər skamerlər, yəni ölkədə call centerlər var. Bu call centerlər qeyri-qanuni şəkildə xarici vətəndaşları soyurlar, oradan aldıqları gəlirlər deməli ölkədə müxtəlif məqsədlər üçün istifadə edir və buna belə deyək, arxa çıxan şəxslər var, məmurlar var deyirdiksə də, onda deyirdilər ki, yox da, yəni siz qərəzlirsiniz, elə bir şey ola bilməz. Amma məsələn biz bugün görürük ki, keçmiş deməli təhlükəsizlik nazirini həbs edirlər həmin epizodlar. Yəni bir növ belə deyək, özlərini ifşa eləməyə başladılar. Sistem özündən olan keçmiş məmurların başını yeməyə başladı. Bax, nə xatırlayırsan? Hansı belə önəmli кейsləri xatırlayırsan sən də bu haqda da danışaq? Çünki çox önəmli bir tendensiya başladı. Və hara gedib çıxacaq bu? Hara gedəcəyi bəllidir. Gedəcəyi yer ünvanı odur ki, bu hakimiyyət çökəcək. Dəqiq tarixini deyə bilmərəm, spoiler verməyəcəm. Çünki tarixdə, ədəbiyyatda, kinoda, elə baxdığımız serialların hamısında bu tərz sistemlərin sonu çökməkdir. Və ssenariyə uyğun gedir hər şey. Sistem özünü yeyir. Hal-hazırda budur. Mən son bu aylarda nə ki baş verir, baş nazirindən tutmuş, İraqli Qarabaşvili, İqtisadiyyat Nazirinin müavini, Müdafiə Naziri, Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri dünən artıq tutuldu və az öncə məhkəmə qərar verdi ki, həbsdə qalmalıdır. Mən yadıma düşən bəzi insanlar var, biz kəndlərdə işləyəndə bəzi adamlar qarşımıza çıxırdı ki, mən dövlətin adamıyam. Kənd sirsovetləri. Və indi o kənd sirsovetlərinin vəziyyəti çox maraqlıdır ki, keçmiş Dövlət Təhlükəsizlik Xidmətinin rəhbərini bu günə salanda və 15 il həbs verəndə o dövlət adamları nə olacaq? Onların axırı məncə onlar oturub papaqlarının qabağına qoyub düşünməlidirlər ki, xidmət etdiyi hökumət, dövlət və sistem onların özünü yeyəcək. Geci tezi var və heç vaxt sistem üçün böyük bir şeyə cəhd etməməlidirlər və bir haqsızlığı artırmamalılar Gürcüstanda ki, haqsızlıqlar çoxdur. Özləri bunu qəbul edir. Az önce dediyim kimi, bugünə kimi nə ki deyilirdi. Müxalifət tərəfindən, QHT tərəfindən, media tərəfindən, vətəndaşlar tərəfindən ki, bu problem var, bu etiraz var, qəbul etmirdilər. Amma artıq özləri bir-bir qəbul edir. Gürcüstanda 8 ildir hardasa, mən sosial şəbəkədə izləyirəm ki, insanlar deyir ki, Avropada daha ucuzdur nəinki Gürcüstanda. Və bunu heç bir kəs qəbul etmədi ki, nə danışırsınız, Gürcüstanın iqtisadi inkişafı çox sürətlidir, Gürcüstanda maaşlar artır və ancaq məmurların maaşı artır, qiymətlər normaldır və s. Amma bu gün səhər tezdən belə deyək,
baş nazir İrakli Qobaxidze bir aktivist olaraq sanki çıxıb haqq tələb edir ki, bu nə biabırçılıqdır, bu nə ədalətsizlikdir. Bu nə bahatçılıq? Güya bu bahatçılığı yaradan elə bu Mənə təkrar eləyirəm ki, xəbərim yoxdur gedəcək bax. Yəni 13 ildir İraqli Qobaxidze də Gürcüstanın bir parçasıdır və həmişə də üzdə olan parçası olub. Gəh parlament sədri olub, gəh nə bilim nə olub, gəh İvanişvili su daşıyan olub, gəh kim olub, indi baş nazirdir. Güya baş qərar verənlərdən biridir, amma bugün başqa bir formada danışır. Çünki mövzuları bir-bir örtməyə çalışırlar. Elə bunun hamısı yenə o su şırnağına bağlıdır ki, ölkəyə qarşı o qədər skandal mövzular var ki, çalışırlar bunun üstünü örtələr, amma içlərində də klanlar arasında bir-birini yemək gedir. Çünki korrupsiya təkcə dövlət büdcəsini zədələmir də, pul itmir. Eyni zamanda insanların gələcəyi əldən gedir. Bax, Qaribaşvilinin evindən çıxan 7 milyon lariyə Marneoli'də 2 bağça tikmək olardı, Dmanis'də 4 bağça tikmək olardı, Bolnis'də isə nə bilim 10 kəndə su çəkmək olardı. Amma o adamın evində yastıqda durur o pul, xərclik puldur. Və təsəvvür edək, bu insan xərclik pulu 7 milyondursa və 2 kilo qızıldırsa evində duran, qıraqda başqa ölkələrdə gizlədiyi məbləğlər nə qədərdir? Və bu pulu belə bilmirlər. Yəni korrupsiya əl atan insanların özləri nəticə itibarilə özləri bir-birini yeyir və bu belə davam edəcək və dediyim kimi sistemin özü çökəcək, yəni özünü çökdürəcək. Sadəcə burada biz vətəndaş cəmiyyəti olaraq, media olaraq, qeyd olaraq və Gürcüstanın vətəndaşları olaraq prinsipial şəkildə bununla razılaşmamalıyıq. Çox aydın bir məsələdir. Qırmızı xətt deyə bir şey var. Mən buna razı deyiləm. Bu mənim hüququmdur, bu mənim dövlətimdir. Dövlət kiminsə şəxsi mülkü deyil. Qırmızı xətt haqqında mütləq danışacağıq. O çox önəmli mövzudur. Bu son il ərzində mənim o qırmızı xəttim olduqca belə genişləndi və əvvəl bir-iki önəmli bir məqam var idisə, indi o qırmızı xətt çox ciddi bir hala gəldi, çıxdı və o xətti keçən hər kəslə belə deyək, son bir ildə demək olar ki, əlaqələrimi kəsmişəm. Bu çox önəmli mövzudur. Mütləq danışaq bunu, axıra yoxun. Ayhan, istəyirəm siyasi məhbuslar haqqında da danışaq. 2025-ci il Gürcüstan, müstəqil Gürcüstan tarixində siyasi məhbusların sayının rekord həddə çıxdığı bir il oldu və 2025-ci ildə biz müstəqil Gürcüstan tarixində ilk dəfə bizim deməli qadın məhbus jurnalistimiz var və ilk dəfə bizim deməli etnik Azərbaycanlı deməli siyasi məhbusumuz var, İnsaf Əliyev və Ayhan, sən İnsaf Əliyevin hüquqlarını müdafiə eləyirsən. Yəni bu insanlar, bu qədər insan öz belə deyək də azadlığından bilə-bilə məqsədyönlü şəkildə belə deyək imtina elədilər. Çünki son bir il ərzində etiraza çıxmaq, yəni öncə inzibati cəzadırsa, daha sonra cinayət məsuliyyətinə cəlb etmək deməkdir və buna baxmayaraq yenə də insanlar bu addımı atırlar. Və sən həmin məhkəmə proseslərində oldun, həmin insanların belə deyək də gözünün içinə baxdın, onların düşüncələrinlə birbaşa bilavasitə tanış oldun və sonra cəmiyyətə belə deyək, bu düşüncələr haqqında məlumat verirdin. Nə ifadə edir? Yəni, nə bu illər ərzində ilk dəfə bu qədər siyasi məhbusun, bu qədər belə deyək, etiraz edən insanın həbslə qarşılaşması sistemin hara gətirib gəlib çıxdığını göstərir? Sondan başlayaq. Aydan, hüquqi olaraq bu gün də onun cavabı yoxdur ki, niyə İnsaf Əliyev cəza çəkmə müəssisəsindədir, biz burada. Yəni, hüquqi olaraq bu suala cavab yoxdur. Çünki o qədər absurd, məzmunu olmayan, heç nəyə dayanmayan və o qədər, belə deyim, siyasi motivli bir işdir ki, harasından tutsan əlində qalır. Kəsmə, dolama, bir-birinə yapışdırılmış, montajla düzəldilmiş videolar, videoda nə baş verdiyi başa düşülmür, ümumiyyətlə nədən gedir söhbət, ümumiyyətlə nə istəyir prokuratura, nə ilə günahlandırır, dediyi şeyi nə ilə isbat eləyir, deyir, adam bunu eləyir, bu etdiyi şeyi nə ilə təsdiqləyir, heç nə yoxdur. Deyir ki, məsəl üçün, adam bu hərəkət etdi, amma təqdim etdikləri dəlillə dedikləri arasında dağlar qədər fərq var. Yəni, heç nəyə dayanmır. Və bu suala cavab, məsəl üçün, bugün belə cəmiyyət, eyni ilə hər kəs və mənim özüm başa düşə bilmirəm ki, niyə o şəxslər içərdədir
və cəmiyyətin geri qalanı çöldə. Çünki buna hüquqi olaraq cavab yoxdur. Sadəcə belə deyim, o şəxsləri identifikasiya edə bildilər həmin vaxt. Və sistemə lazım idi ki, kimlərsə nümunəvi şəkildə cəzalandırsınlar ki, cəmiyyətin geridə qalanları çıxmasın. Və bu şəxslər artıq belə deyim, o seçilmiş şəxslər idi, hansının ki, heç bir məqsəd olmadan siyasi motivlə tutdular və ədalətli şəkildə cəza verdilər ki, cəmiyyəti qorxutsunlar. Və bütün sistemin artıq propagandası o şəxsləri qaralamağa və eyni zamanda və əhalini qorxutmağa yönəlmişdi. Artıq elə bir reallıq getdi ki, bütün hər kəs bilir o şəxslərin günahsız olduğunu, sistemin onları qorxutmağa çalışdıqlarını və sistem onları sındırmağa çalışdıqca sistemin özünün sındığını və bu gün prezidentin və dırnaqarası prezidentin təbii ki, eyni ilə digər yüksək vəzifəli dövlət şəxslərinin dəfələrlə şec qaleba deməklərinin əfv etmək, yəni məqsədi də ondan ibarətdir ki, o şəxslər əslində həmən o yüksək dövlət məmurları onları sındırmağa çalışdıqca özləri o qədər sındı və geri addım ata bilmirlər və onu təklif edirlər ki, hə biz təbii ki azadlığa buraxaq, onlar qəbul etsin, biz əfv edək. Və real olaraq onu qəbul edə bilmirlər ki, özləri sındı və onlar heç nəyi isbat edə bilmədilər. Prokuratura məğlub oldu, Daxili İşlər Nazirliyi məğlub oldu, apardıqları istintaq uğursuz nəticələndi, apardıqları qaralama propagandası uğursuz nəticələndi, apardıqları siyasi proses uğursuz nəticələndi. Hardan tutdular əllərində qaldı və bu gün o şəxsləri bütün Avropada belə bilirlər ki, artıq həmin şəxslər siyasi məhbusdur və İnsaf Əliyev siyasi məhbusdur. Bir digər mövzu hansı ki, Rabil də öz pozisiyasını qeyd elədi, onunla bağlı istəyirəm biraz geniş çərçivədən öz pozisiyamı qeyd edim bu mövzu ilə bağlı. İlk təsirli hüquq aktlarından biri Amerika Azadlıq Deklarasiyası başlayır cümlələrlə və deyir ki, insanların xoşbəxtliklə can atmaq hüququ var və hökumət bu hüququ təmin etmək üçün yaradılıb. Və artıq bu nədir? Yəni dövlət artıq universal bir servisdir. Və əgər dövlət o əhalinin servisini qarşılamağı bacarmırsa, artıq deməli dövlət yoxdur. Və sənin o sualın ki, nə vaxt çökəcək bu sistem, əslində sual nə vaxt çökəcək deyil. Sadəcə bu çökmə prosesi nə vaxt bitəcək odur. Yəni sistem artıq çöküb. Sistem deyilən bir şey yoxdur. Ədalət sistemi yoxdur, Daxili İşlər Nazirliyi sistemi yoxdur, əsgər sistemi yoxdur, müdafiə sistemi yoxdur, heç bir şey yoxdur. Sadəcə bu gün artıq o gəmiyə düşən ilana tutunur məsələsi var. Və necə ki, məsəl üçün, avariya etdiyimiz vaxt başlayırıq, məsəl üçün, qarşına çıxır çoxlu əhali, 3-4 nəfər, sən seçim eləməlisən, kimlərsə vurmağa, yoxmu? Və sənin üçün daha az prioritet olandan daha çox prioritet olana tərəf gedirsən, yoxmu? Əvvəl-axırda hardasa dayanmalısan. Bu gün sistem elədir, artıq rol qırılıb, ora-bura çırpa-çırpa gedirlər. Və kimi tutacaqlar, hansına prioritet versinlər, o formada gedirlər. Və bir digər mövzu istəyirəm, bugünkü podkastla biz əhaliyə sual da verək də və eyni zamanda onlar özləri düşünməyə başlasın konkret bir şeylə bağlı. Təbii ki, tamamilə günahsızlıq prezumpsiyasını qoruyaraq təbii ki, bu sualı veririk. Sistem nə deyir? Yoxmu? Hüquqi, belə deyim, gedən proseslərdən kənar olaraq siyasi kontekstdə müzakirə edirəm bu mövzunu. Deyir ki, Daxili İşlər Nazirliyi müdafiə DTX-nın sədri, belə deyək, hansı ki, bizim hər vaxt necə nəfəs aldığımızı belə bilir. Bu adam korrupsiyanı, belə deyim, örtürmüş, gizlədirmiş, müxalifət mediaları pul verilmiş güya və sistem sən demə bunun haqqında bu gün bildi. Yəni indi bunu oturaq bir məntiqlə, türkçənin olmasın, eninə bununla bir müzakirə eləyək. Yəni sən DTX bütün insanın harda nətər nəfəs aldığını bilən bir orqan, yəni bu işləri tuturmuş, sən bundan bu gün xəbərin oldu. Yəni təbii ki, belə deyək də bu korrupsiya faktları heç biri dünən baş verən hadisələr deyil, uzun müddətdir davam edən hadisələrdir və yəni məbləğlər də onu göstərir ki, bu məbləğ bir ayın içərisində ya da bir həftənin içərisində toplanmayıbdır. Ən azı 2-3 ildir davam edən. Sözün açığı mənə məbləğ maraqlı deyil. Mənə maraqlıdır sistemin
bu institusional çöküş. Və nə deyir? Deyir ki, call centerlər var idi onun dövründə, hansı ki, həmin şəxsin əli ilə qorunurdu. Bəli. Yoxmu? Bu şəxs bu gün həbs olundu. Yoxmu? Hara getdi bu call centerlər? Yeni DTX sədri var, yoxmu? Ha, bu call center bir gündə yoxa çıxdı. Hara getdi? Yəni bu sualı heç kim vermədi. Və bu şəxs bu call centerləri qoruyurdu. İndi bu call centerlər hardadır? Bu sualın cavabı yoxdur. Niyə? Çünki bir əsas lazım idi. Keçmiş premyer ministri həbs etmək üçün, DTX-nın sədrini həbs etmək üçün, yenə kimlərisə həbs etmək üçün nəsə əsas lazım idi. Çünki artıq onlar razılaşmırdı bu gedən çöküş prosesindən və dedilər ki, nəsə etməliyik, gəlin elə o silahla vuraq, hansı ki, media ilə də illərdə danışırdı. Və bunu da çevirdilər eyni ilə medianın özünə ki, sən demə bu şəxs medianı elə də finanslaşdırırmış. Ona görə, məsələn, illərdə çıxmayıb, baxmayaraq ki, mənim yadımdadır şəxsən, bunun süjetə baxdığım yadımdadır ki, TV1 veli idi deyəsən, bu call centerlərlə bağlı, hətta Levon Xabəşvilinin çıxışı da var idi bununla bağlı ki, DTX-nın sədri Lilyashvili call centerləri belə deyim, gizlədir, nəsə belə bir çıxışı var idi. Yəni, sən bunun haqqında çıxıb deyirsən ki, əhaliyə mən bu gün eşitdim. Yəni bu, demək dövlət yox imiş da, yəni mövcud deyilmiş elə bir şey. Yəni biz tweet institut olaraq yaşayırıq, öz başımıza nə təsdiri ilə yaşayırıq, o qəbilələr halında və bu şəxslər özləri üçün parlamentdə toplaşıb nə etdiyini bilmirlər. Və mən hətta düşünürəm ki, 2022-ci ildən bu yana Gürcüstanda parlamentin qapısını kilitləyib o şəxslər çıxıb getsəydi, daha müsbət nəticə verərdi ölkə üçün və əhali biz bunu hiss etməzdik ki, ölkədə parlament işləmir. Və deməyə çalışdığım nədən ibarətdir? Yəni, deməyə çalışdığım ondan ibarətdir ki, mən bu mövzularla bağlı ümumiyyətlə çox, təbii ki, xətti və əsasları fərqlidir, ancaq bu gün gedən proseslər və bu çökmüş ədalət sistemində fərqi yoxdur kimlə bağlı gedir proses. Hamısının məqsədi bu sistemin təməl kökünə xidmət etməkdir. Bu şəxslərin hamısının tutulması sadəcə bu gedən, bu batan gəminin nətərsə bir neçə yerdən deşilibsə, bu nəsə belə deyim, deşilən yerləri yavaş-yavaş bağlamaqdır ki, gəmi biraz gec batsın. Və sadəcə Lilyashvilinin belə deyim, onunla bağlı aparılan bu ittihamın hansı ki deyirlər ki, bu cinayəti işləyib və bunu eləyib və sistemin apardığı bu kampaniyanın və mediaya çevrilməyinin, yəni hüquqi olaraq belə deyim, doğru olduğunu düşünmürəm və mən təbii ki, bunu məhkəmə qərar verəcək ən sonunda ki, bu belə deyim, real faktlara əsaslanır tutar, yoxsa yox, amma deməyə çalışdığım nədir? Bu məhkəmə nə qərar versə, mən məsəl üçün artıq Lilyashvilidir bu şəxs, ona görə məhkəmə verdiyi qərar haqlıdır düşüncəsi yaranan deyil mənə. Mənim üçün o şəxslə bağlı verilən qərar eynilə siyasi motivdir. Aydındır. Yəni təbii ki, başa düşürəm nə demək istədiyini, amma yenə də məsələn biz o insanların hansı potensiala sahib olduqlarını və hansı faktların üstünü örtdüklərini də bilirik. Ona görə bir növ hardasa düşünürük ki, hə, ədalət bərpa olur, amma digər tərəfdən təbii ki, daha çox pis süquta uğrayır. Yekunlaşdıraq yavaş-yavaş, artıq bir çox məqam qaldı ki, toxuna bilmədik. Yəni mən məsələn 2025 bir də heç kimin belə deyək hesaba qatmadığı seçkilər ili kimi yadımda qaldı. Yəni ilk dəfə olaraq Gürcüstan tarixində, yəni mən özümü bildim biləli belə də ilk dəfə olaraq ölkədə seçki baş verdi, amma bizim üçün heç nə dəyişmədi və vətəndaşların əksəriyyəti üçün bu belə oldu. Yəni sadəcə olaraq kimlərsə hardasa nələrsə orada belə deyək də dəyişdirdilər özləri üçün bu seçki ilə və daha bir seçki də yəqin 2026-cı ildə olacaq. Bundan sonra da yəni yekunlaşdıraq yavaş-yavaş. Rabil, öncə sən, Ayhan, sonra sənə zəhmət olmasa 2025-dən danışdıq az-çox, 2026-dan nə gözləyirik və bölgə üçün 2025 nələri gətirdi və bunun dəyişməsi üçün hansı addımları atmalıyıq biz icma olaraq? Eyni suala sonra Ayhan sən də cavab ver, yavaş-yavaş bitirək. Qırmızı xətt haqqında danışamadıq. Yox, gələn il danışarıq. O çox ciddi mövzudur. Məsələ nədir? 2025-ci ildə bizim bölgəmizdə xeyirli bir şey baş verdimi heç yadıma düşmür. 2024-ün son günlərindən elə başladı
bədbəxt hadisələr, ondan sonra bədbəxt hadisələr çevrildi, getdi, ədalətsiz məhkəməyə dayandı. Ədalətsiz məhkəmə gəldi, insanların gündəlik həyatına dayandı və bu gün də o gündəlik həyatlardakı ədalətsizlik hissi var, davam edir. Bizim icmada sıx-sıx insanlar deyir ki, siyasətə qarışmayın, dövlətdən dövlətçilik etməyin və bunu deyən insanların sayı çoxdur. Amma bir tərəfdən də baxırsan, bu say getdikcə azalır, nəyin bahasına hər bir şəxs fərdi şəkildə ədalətsizliyə məruz qalır və o ədalətsizliyin dadını bilir. Nə qədər ki, sən təksən. Bəzən məhkəməyə deyirdilər ki, nəyə lazımdır, orada siyasi məhbuslar var, media getməsi olar. Amma bugün görürük ki, bəzi insanlar var kimi ki, məhkəmə prosesi var və heç bir media onu işıqlandıra bilmir, heç kəs onun yanına gedə bilmir və özü deyir ki, nə edim, bir hakimdir, kimdir, nəyə qərar verəcək, niyə bu qərar verəcək və hər kəs ona belə deyək qalır. Bizim bölgədə xüsusən qeyd etmək lazımdır ki, diskriminasiya faktları çox oldu. Biz bunu əvvəldən də deyirdik ki, qanun olmayan ölkədə diskriminasiya faktı da olacaq, qanun olmayan ölkədə heç bir sənədiniz də həll olunmayacaq, işiniz də həll olunmayacaq. Bəlkə bu dəqiqə kimsə bunu izləyir və deyir ki, heç də elə deyil, mənim işim yaxşı gedir, mənim biznesim yaxşı gedir, həyatım möhtəşəmdir, can sağlığı deyək, amma Dövlət Təhlükəsizlik rəhbəri hal-hazırda həbsdədir, baş nazir həbsə doğru gedir, müdafiə nazir həbsdədir, hər biri yavaş-yavaş həbsə özünü tutur da bizlərdən nələr olmayacaq ki, görürük artıq market şəbəkələrinə belə bir növ təhdid verir. Əgər baş nazir deyirsə ki, qiymətlər artır və bu çox böyük bir problemdir ki, bunu 8 ildir. Və bunu araşdırmalıdır, adiyyəti orqanlar bunu araşdırmalıdır. Bu demək ki, bir növ ölkədə yeni təzyiqlər dalğası yaranır. Mən düşünürəm ki, ölkədə iqtisadi böhran gözlənir. Ona görə də çalışırlar ki, iqtisadiyyatın aparıcı qollarında hara ki, öz total kontrolunu tətbiq edə bilərlər, onu edirlər və yerli marketlər, yerli market şəbəkələrinə çox böyük bir problemlər yaranacaq və biznes sahəsi 2026-cı ilin əvvəllərində çox ciddi hiss edəcək ki, ədalətsiz bir ölkədə yaşamaq nə deməkdir və siyasətə qarışmayanda da, hakimiyyətlə dost olanda da axır nətər bitir. Bizim icmaya isə arzulayıram ki, biraz daha aktiv olsunlar. Mən düşünürəm ki, bizim icma öz problemlərini danışsa, onun özü bu hakimiyyəti dəyişdirməyə yetərlidir. Normal dövlətlərdə adətən problemlər çoxdursa, hakimiyyət məsuliyyətini üzərinə götürür və istifasını verir. Biz bu hakimiyyətdən onu gözləmirik, amma düşünürəm ki, bizim icma ən azından bu günə kimi yaşadıkları çətinlikləri bir dilə gətirməlidir və lazım olanda etirazını etməlidir. Çünki etiraz edirsənsə yaşayırsan və etiraz etmirsənsə, bir şey tələb etmirsənsə, haqqın qorumursansa yaşamırsan. Bunu müsəlmanlar da belə deyir, bunu xristianlar da belə deyir, bunu hər bir dindar kütlə belə deyir və istənilən bir sekulyar dövlətdə də, dini dövlətdə də hər kəs tarixən onur gəlir ki, mübarizə etmək lazımdır. Həyatda qalmaq üçün mübarizə etmək lazımdır və təəssüf olsun ki, bugün Gürcüstanda elə bir reallıq yarandı ki, dövlətçilik üzrə, dövlətçiliyi qorumaq naminə, vətəndaş haqqını qazanmaq naminə mübarizə etməliyik. Bəli, Ayhan. Sözün açığı mənim heç bir ildən xüsusi bir gözləntim olmayıb həyatı boyu. Hələ 2026-dan bir xüsusi gözləntim yoxdur. Hüquqda çox maraqlı bir prinsip var, sığorta prinsipi deyirlər. Bu sığorta prinsipində bu sığorta məhkəmə sistemidir, ədalət sistemidir. Bu sığorta o deməkdir ki, məhkəmə sistemin o qədər azad olmalıdır ki, səndən sonra gələn, sənin qurduğun sistemlə səni cəzalandırmasın. Və bu gün biz görürük ki, artıq yüksək vəzifəli şəxsləri sistem öz qurduğu əli ilə, yəni sistem özü öz qurduğu sistemlə özünü cəzalandırır və bu cəmiyyətin böyük bir kütləsində artıq ədalət hissi oyadır və belə deyim, bu cəmiyyətin böyük bir qismi üçün ədalətin bərpasıdır. Sadəcə burada xüsusi və çox önəmli bir məqam var. Bu cəmiyyətdə euforiya yaratmaq və dırnaqarası ədaləti bərpa etmək hissi yaratmaq üçündür cəmiyyətdə ki, yəni cəmiyyətə onu inandırmağa çalışmaq ki, ədalət sistemi işləyir. Bax, bizdən belə olsa, əgər bir şəxs bunu edibsə, biz bunu cəzalandıracağıq və təbii ki, baxın, məhkəmə sistemimiz nə qədər ədalətli işləyir. Bu şəxs TTX-nın keçmiş sədri də olsa, keçmiş premyer ministri də olsa, bu şəxsi həbsə sala bilir. Sadəcə bu dediyim kimi gözə kül fürməkdir və
dırnaqarası ədalət pərdəsi yaratmaqdır. Və 2025-dən fərqli olaraq 2026-da sözün açığı mən daha repressiv bir reallıq gözləyirəm və düşünürəm ki 2026-2025-dən daha da repressiv olacaq və mən Gürcüstan tipli dövlətdə seçkilərin çox da böyük bir şey dəyişdiyini düşünmürəm. Çünki bu tipli sistemdə Gürcüstan kimi dövlətlərdə seçki daim notarius funksiyası həyata keçirir. Yəni qabaqcadan seçilmiş, təyin olunmuş şəxsləri seçki vasitəsilə sadəcə legitimasiya verirlər. Təbii ki, bu o demək deyil ki, seçki keçirməməliyik və ya alternativ yol tapmalıyıq. Xeyr, seçki mütləq keçirməliyik. Seçki mütləq olmalıdır və hakimiyyəti dəyişməyin yeganə yolu seçkilərdir. Sadəcə burada mövzu ondan ibarətdir ki, bu seçkilər necə baş verməlidir, hansı mühitdə baş verməlidir, hansı sistemdə və necə. Əsas məqam ondan ibarətdir və 2026-da bu reallıqda keçirilən seçkilər yenə də gedişatı dəyişən deyil və yeganə artıq bu prosesi dəyişməyin yolu ondan ibarətdir ki, ədalətli mühitdə sistemin kontrolündən kənarda seçki keçirmək və real əsaslarından, real qanunlarından, azad mühitdə hər kəsin iştirakı ilə keçirilən seçkilər vasitəsilə xalq həqiqətən nə istəyir, onun cavabını almaq və artıq xalq yenə də bu olan proseslərə baxmayaraq, yenə də bu sistemi istəyirsə, nə deyim, canları sağ olsun. Bəli, yəni əslində 2026-nın nə gətirəcəyini az-çox təxmin eləyirik. Mən də razıyam ki, yəni müəyyən mənada daha çətin il ola bilər, amma əgər 2024-ün sonunda, yəni 2024 seçkilərindən sonra başlayan proses, etiraz və mübarizə bu günə qədər davam edirsə, bu gün bütün təzyiqlərə, bütün təsirlərə belə deyək, baxmayaraq, hələ də sözünü deməyi bacaran cəmiyyət nümayəndələri varsa, bilmirəm, yəni fəal gənclər, fəallar varsa, mən düşünürəm ki, bu mübarizə davam edəcək və hər nə qədər 2026-2025-dən çətin olsa da biz müəyyən qələbələr qazanacağıq. Çünki belə deyək, hərəkət olduğu təqdirdə, etiraz olduğu təqdirdə, mübarizə olduğu təqdirdə nəticə qaçınılmazdır. Sadəcə biraz gecə tezi var. Təşəkkür edirəm hər birinizə və 2025-in son belə deyək, müzakirəsini etdik birlikdə. Mənim üçün çox xoş oldu və düşünürəm ki, 2026-da da ən azından biz əlimizdən gələni edəcəyik ki, bu belə deyək, podkast seriyasına davam edə bilək. Sağollaşırıq, sağlıqla qalın. 2026-da görüşənə qədər.